Salam dostlar, hər birinizi xoş gördük bizim Toyuqlar kanalında. Yeni maraqlı bir video dostlar, yenidən qarşınızdayım. Görmüş olduğunuz kimi toyuqlarıma tərəvəz qonaqlığı verirəm. Burada da biri var. Kələmin dadını bilirlər. Çox vermişəm kələmi onlara. Hər dəfə sözünüzü burada gördüyünüz bu iplərdən asıb verirdim. Amma bu dəfə belə bir şey etməyə qərarına gəldim. Artıq pomidor yoxdur, tükəndi pomidorumuz. Bu serebrisimiz pomidoru çox sevdi və onu artıq yeyir. Kələmi isə toyuqlarımız burada didirlər. Həqiqətən də kələm toyuqlar üçün çox xeyirlidir. İstədim belə maraqlı bir video çəkim sizlərə. Kələmin faydaları haqqında danışacağım. Toyuqlara nə qədər xeyri var, bu haqda danışacağım. Ümumiyyətlə dediyim kimi təbii üsullardan çox istifadə edirəm. Bu da bunlardan biridir. Bu həftə sizlərə maraqlı bir video paylaşıram. Ümid edirəm video xoşunuza gəlmişdir. Əgər elədirsə, bu kanalda bütün işləri özüm etdiyimi və bunları sadəcə sizin bəyənmələr və şərhlər sayəsində etdiyimi unutmayın. Bildiyiniz kimi kələm C vitamini ilə zəngindir. Ona görə də toyuqlarımın immun sistemi güclüdür dostlar. Kələm ümumiyyətlə niyə faydalıdır? Nə var tərkibində ki, belə faydalı edir onu? Tərkibində ilk öncə onu deyim ki, müxtəlif vitaminlər var. Onlardan A vitamini, əsasən C vitamini, K vitamini, B qrupu vitaminlər, kalsium, kalium, fosfor, maqnezium və müxtəlif liflər mövcuddur ki, bu da kələmin həqiqətən toyuqlara verilməsi üçün bir səbəbdir. Bütün bunlar birlikdə ümumiyyətlə toyuqların sağlam inkişafında mühüm rol oynayır. Birinci faydası immuniteti gücləndirir. Toyuqlar tez-tez havanın dəyişməsi, stres, parazitlər və müxtəlif xəstəliklər səbəbindən zəifləyir. Kələmdə olan C vitamini burada mühüm rol oynayır. Bildiyiniz kimi C vitamini immun gücləndiricidir. Ona görə də toyuqlar üçün mühüm rol oynayır dostlar. Onu da deyim ki, kələm yumurta məhsuldarlığına da təsir göstərir. Amma kələm verəndən sonra toyuqlardan yüksək məhsuldarlıq gözləmək yanlış olardı. Kələmin yanında əlavə müxtəlif yemlər də vermək lazımdır ki, toyuqların yumurta məhsuldarlığına dəstək olsun. Kələmi sadəcə olaraq siz ipdən asmaqla toyuqların tullanaraq kələmi yeməsinə şərait yaratdıqda bu zaman yumurta məhsuldarlığına müəyyən qədər təsir göstərir. Kələmin bir digər faydası isə tərkibində çoxlu lif var ki, bu liflər də onların yediyi qidaların daha yaxşı həzm olunmasına, mənimsənilməsinə gətirib çıxarır və həmin toyuqların inkişafı daha yaxşı gedir, daha sürətli gedir və yumurta məhsuldarlığı dolayısıyla güclənir. Kələm haqqında bir neçə video çəkmişəm dostlar. O həmin videolarda kələmin faydalarından danışmışam. Həmin vaxtı kələmin belə mən istifadə etməmişdim. Yəni burada gördüyünüz kimi belə deşib toyuqlarıma verməmişdim. Belə bu iplərdən, bu gördüyünüz dostlar, bu iplərdən asırdım kələmi adətən. Bu da toyuqların gün ərzində gəlib gedib onu dimdikləməsinə və bu yolla stresslərini atmalarına gətirib çıxarır. Həqiqətən də kələm toyuqlar üçün çox faydalıdır. Bu yolla toyuqlar stresslərini atmış olurlar, azaltmış olurlar. Bu da onların daha yaxşı inkişaf etməsinə gətirib çıxaracaq və dediyim kimi bizim üçün əsas məqsəd olan yumurta məhsuldarlığı artır. Dostlar, onu da deyim ki, kələm aşağı kalorili yemdir, yəni piyələnməni azaldır. Əgər siz toyuqlarınıza arpa, buğda, yəni mənim kimi hazırda mən bunları arpa verirəm. Kələm verəndə isə toyuqlar demək olar ki, tox qalırlar. Gündəlik enerjilərini müəyyən qədər almış olurlar. Kələmin böyük hissəsi sudan ibarətdir. Yay aylarında bu xüsusilə faydalıdır. İsti havalarda toyuqlar həm su qəbul edir, həm də sərinləşdirici yaşıl yem yemiş olurlar. Hansı kələmləri vermək olar ümumiyyətlə dostlar? Ağ kələm, qırmızı kələm var, gül kələmi, brokolini hətta toyuqlarınıza verə bilərsiniz. Bu onlarda həm stresi azaldacaq, həm də yumurta məhsuldarlığına, yay aylarında susuzluqlarının yatmağına kömək olacaq. Burada bizim bir qırmızı toyuğumuz var. Çox qəribə bir səsi var dostlar. Bayaqdan digərlər yəni elə səs çıxarmır. Bu toyuq həddindən artıq çox adamı qıcıqlandıran bir səs çıxarır. Yəqin ki, onun yumurtadan kəsilməyini gözləyirəm. Yəqin ki, yollarımızı yaxın vaxtda onunla ayıracaq. Sizin də belə sürdüyünüzdə belə qəribə səs çıxaran toyuqlar var ümumiyyətlə, yoxsa necə? Kələmi ümumiyyətlə dostlar necə vermək olar? Ən yaxşı üsullardan biri bütöv baş kələmi asmaqdır. Toyuqlar gün ərzində onu dimdikləyirlər. Başqa üsul isə xırda-xırda doğrayıb digər yemlərlə qarışdıra da bilərsiniz. Bəzən də yarpaqlarını belə deyim yem qablarına səpə bilərsiniz ki, gün ərzində qidalansınlar, yesinlər, yaşıl yem kimi. Kələmi toyuqlara həftədə 2-3 dəfə vermək olar. Hər gün çox miqdarda vermək
əlbəttə ki, düzgün deyil. Kələmi toyuqlarını həftədə neçə dəfə verə bilərik? Onu da deyim ki, toyuqlara kələmi həftədə 2-3 dəfə verə bilərsiniz. Çox vermək olmaz. Çünki onlara verdiyiniz əsas yemlər, yəni yem qabında qala bilər. Kələm ümumiyyətlə dostlar, onu da deyim ki, əlavə yemdir. Yəni əsas yemləri isə sizin təyin etdiyiniz yemlərdir. Arpa, buğda, qara un, hansı yemi toyuqlarınıza gündəlik verirsinizsə, o yemdir. Düşünə bilərsiniz ki, kələm C vitaminini və yaxud da digər vitaminlərlə zəngindir. Nə həddindən artıq kələm versən daha yaxşı olar toyuqlar üçün. Bu əlbəttə ki, səhv fikirdir dostlar. Həddindən artıq kələm bağırsaqda müxtəlif qazlar yaradar, ishala səbəb olar, əsas yemin qəbulunu azalda bilər, ümumiyyətlə belə deyim, qida balansını poza bilər. Hər şey müəyyən ölçüdə olmalıdır, müəyyən dozada olmalıdır. Əlbəttə ki, o dozanı aşsaq, sürüdə müxtəlif problemlər yaranmağa başlayar. Dostlar, kələmi düzələrə də vermək olar, amma çox kiçik düzələrə yox. Yəni, ən azından gözləyin, harsısa bir aydan yuxarı düzələr, bir ayından daha böyük düzələri verin. Biraz böyüyəndən sonra xırda-xırda doğrayın, verin onlara, özləri onlar yeyəcəklər. Çünki dadı da qəşəngdir kələmin. C vitamini də zəngindir. Onlar daha şux olacaqlar, daha yemə istəkləri daha çox olacaq. Ona görə də rahatlıqla kələm verə bilərsiniz. Yenə deyirəm dostlar, toyuqlarda olduğu kimi bu kələm əsas yemi əvəz etməli deyil. Bir məsələ də var ki dostlar, məsələn kələm alırsınız evə, görürsünüz küflənib, küfü var. Gətirib toyuqlara vermək olmaz həmin kələmi. Çünki həmin kələmin tərkibində müxtəlif zəhərli, toksik maddələr var ki, bunu siz toyuqlara öz əllərinizlə verirsiniz və bu da müxtəlif xəstəlikləri gətirib çıxaracaq və yekunda toyuqlarınızda tələfatlar baş verməyə başlayacaqdır. Yəni pis qoxu varsa, kələmdə çürüyübsə, kiflənibsə, mütləq şəkildə toyuqlardan uzaq tutulmalıdır. Nəinki toyuqlardan, ümumiyyətlə onu heç bir canlıya vermək olmaz. Dediyimiz kimi dostlar, kələm düzgün istifadə edildikdə immuniteti gücləndirir, həzmi yaxşılaşdırır, vitamin çatışmazlığını azaltmağa kömək edir. Lələklərin sağlam inkişafını dəstəkləyir. Yay aylarında əlavə su mənbəyidir. Toyuqları daha aktiv saxlayır, daha enerjik olurlar. Ən yaxşı nəticə üçün onu balanslı yemləmə proqramının bir hissəsi kimi istifadə edin. Yəni əlavə yem kimi toyuqlarınıza verə bilərsiniz. Buna baxın dostlar. Cəmaət orada kələmi yer. Bu da gəlib dayanıb mənim yanımda. Yeyib tutardılar kələmi. Get sən də ye. Əgər siz də toyuqlarınıza kələm verirsinizsə, rəy bölməsində, şərh bölməsində qeyd edin. Hansı nəticələri alırsınız, nə kimi xeyrəri var, nə kimi xeyrərini və yaxud da ziyanlarını görürsünüzsə, bizimlə paylaşsaz, yaxşı olar dostlar. İndidən bunun üçün hər birinizə təşəkkürümü bildirirəm. Adətən dostlar, mən kələmi qış aylarında toyuqlarıma verirəm. Çünki C vitamini ilə zəngindir, soyuq havalarda bu kömək olur. Yay aylarında da dediyim kimi tərkibində bol miqdarda su var. Bu da toyuqların müəyyən miqdarda suya olan tələbatını dostlar ödəyir. Həqiqətən də çox xeyri var. İstifadə etmişəm, görmüşəm və sizlərlə paylaşıram. Toyuqların yumurta məhsullarına, öz inkişaflarına çox müsbət təsir göstərir. Əgər sizin toyuğunuz xəstədirsə, o toyuqdan heç bir məhsulları yaxşı mənada gözləməyə dəyməz. Siz fikir verdinizsə, burada pomidor, xiyar və kələm var idi. Kələm əlbəttə ki, həcmcə daha böyüdür. Oradakı kələm, burada göstərim, toyuqların icazə versər. Demək olar ki, xiyarı da artıq bitirirlər, yekunlaşdırırlar. Burada öz həyətimizin məhsulu idi, bu xiyar. Buradakı kələm çox böyük idi. Bunu da artıq dostlar bitiriblər. Buradakı kələm elə ki, balacadır. Buna indi yavaş-yavaş meyl edirlər. Belə didirlər, yeməyə başlayıblar. Təbii nə qədər qidalardan istifadə etsəz, toyuqlar üçün bir o qədər faydalıdır. Belə dostlar, bir videonun da artıq sonuna gəlirik. Kanala abunə olmağı, videonu bəyənməyi və fikirlərini rəy bölməsində qeyd etməyi unutma. Əgər video xoşuna gəlsə, dostlarınla da bölüşə bilərsən. İndidən hər birinizə dərin təşəkkürümü bildirirəm. İnşallah yeni videoda görüşənədək sağ olun, salamat qalın. Allah amanında olun. Hələlik.